Məhsulun əsası vizyon və düzgün strategiyadır. Burada sən məhsulun dəyərini müəyyən etməyi, MVP sərhəddi tapmağı, bazarda fərqlənmə yolunu qurmağı və məhsulun həyat dövrünü idarə etməyi öyrənəcəksən. Artıq məhsulu fikrin var, ideyan var səviyyəsində yox, peşəkar strategiya ilə inkişaf etdirməyi öyrənəcəksən. İdeyanın olması product owner olmaq üçün yetərli deyil. Eyni zamanda onu sistemli şəkildə öyrənmək lazımdır. Bu proqramda sən planlamanı, backlogu idarə etməni, sprinti necə qurmağı, məhsulun life cycle-ını necə idarə edəcəyini öyrənəcəksən. Çünki düzgün idarə etmə olmadan heç bir məhsul uğurlu ola bilməz. Müştəri ehtiyaclarını düzgün anlamaq və onları real dəyər yaradan məhsula çevirmək istəyirsiniz? O zaman bu təlim tam sizin üçündür. Bu proqramda product owner proseslərini sıfırdan real iş axınına uyğun şəkildə mənimsəyəcəksiniz. Tələblərin toplanması və analizi, effektiv user storylərin yazılması, məhsul strukturunun formalaşdırılması, produkt backlogun qurulması və prioritetləşdirilməsi, sprint planlanması və nəticələrin qiymətləndirilməsi. Bütün mərhələlər addım-addım öyrədiləcək. Təlimin sonunda bir məhsulun ideyadan bazara qədərki yolunu qura biləcək, komanda ilə iş prosesini koordinasiya edəcək və dəyər yönümlü qərarlar verə biləcəksiniz. Gəlin, birlikdə ideyanızı real və test edilə bilən bir məhsula çevirək.